Bugünkü pasiyentimizə təkrar burun əməliyyatı etdik, revizyon burun əməliyyatı. Bundan öncəki əməliyyatını başqa bir mərkəzdə olmuşdu. Burunda çəpər əyriliyi, burunun xarici deformasiyası mövcud idi. Biz təkrar əməliyyatla həm nəfəs almasını düzəltdik, həm də burunun estetik görünüşündəki deformasiyaları düzəltmiş olduq. Hal-hazırda əməliyyatdan təxminən 2 saat keçmişdir və pasiyentimiz ağrısız, üzündə göyərməsiz və şişliksiz bir şəkildə davam edir. Necəsiz, özünüzü necə hiss edirsiniz? Ağrınız varmı? Yaxşısınız? Yaxşısınız. Hə, çox az ağrısı var. Çox az ağrının olması da əməliyyatdan sonra qəbul edilirdir.